Daha da gücləndirilmiş RAM yaddaşı ilə GitHub Padon Pro modelinin yenilənmiş versiyası gəldi. Əvvəlki versiyadan da bildiyimiz kimi bu model çox stabil və sürətli işləyir. Planşetin qutusuna kitab kabro, antudar, stylus qələm, şarj adapteri kabeli, iynə, OTG və sənədləri daxildir. Korpusu metaldan hazırlanıbdır, dizaynı çox gözəldir. 16 GB artırılmış RAM yaddaşı, 128 GB isə daxili yaddaşa sahibdir. 10.1 inç geniş IPS ekrana sahibdir. YouTube'da görüntü keyfiyyətini 2K-ya qədər artırmaq mümkündür. Gördüyünüz kimi videoları çevirəndə heç bir gecikmə tutulma olmur. Ön və arxa kamerası da var. Kabrosunu bağladıqda ekran avtomatik olaraq bağlanır. Yaddaş kartı dəstəkləyir, sim kart dəstəkləmir. WhatsApp-ı da yükləyib istifadə etmək mümkündür. Dərs proqramları Zoom, Meet, Teams və Office proqramlarının da hamısını dəstəkləyir. Stylus qələmi ilə də yazı işlərinizi rahatlıqla həyata keçirə bilərsiniz. Süni intellekt proqramlarında yükləyib istifadə etmək mümkündür. Ən ağır oyunları Roblox, PUBG hamısını dəstəkləyir. PUBG-də 45 FPS verir. Səs sistemi də yaxşıdır, 2 ədəd stereo dinamiki var. Android 15 əməliyyat sistemi ilə işləyir. Play Marketdən istənilən oyun və proqramları yükləmək mümkündür. Zəmanət verilir, çatdırılma xidmətimiz var. Ünvanımız 28 mayda Baku Medical Plazanın arxasında yerləşir.